Salam şagirdlər, mən Nərmin müəllimə. Bu videoda mən sizin üçün bugün keçirilmiş otika sınağından biologiya suallarının izahını paylaşacağım. Eləcə birinci sualdan başlayaq. Ərlik bitkisinin çiçək formuna baxarkən hansı fikri bildirmək olmur? Deməli, arxadan önə doğru gəlir. İki qat çiçək yanlıqlıdır. Biz onun çiçək formuna baxanda, əgər kəs yarpağı və ləçək varsa, deməli iki qat çiçək yanlığıdır. Tam çiçəkdir, erkəkçi, dişici, kəs yarpağı və ləçək varsa tam çiçəkdir. İki cinsli çiçəkdir. Əgər erkəkçi və dişici varsa, deməli iki cinsli çiçəkdir. Çiçəkdirsə, deməli meyvə əmələ gətirəcək. Amma bunlar deyə bilər. Amma çiçəyin əsas hissələri çiçək yatağı üzərində yerləşir. Bunu deyə bilmirik. Deməli, A variantı olacaq bizim cavabımız. İkinci sual. Şəkildə quşun bir orqan sisteminə aid olan orqanlar təsvir olunmuşdur. Burada görürük ki, dayaq sistemi təsvir olunub. Quşun verilən orqan sisteminin kütləsi döş əzələsinin kütləsinə bərabərdir. Əgər quşun bu orqan sistemini, yəni sümük sistemini x ilə işarə eləsək, döş əzələsini də x ilə işarə eləyəcəyik və deyir ki, döş əzələləri 2 dənədir. Deməli, bu olacaq 2x və deyir ki, digər əzələlər də döş əzələsi qədər, döş əzələlərinin kütləsi qədərdir. Bu da olacaq 2x-də bir dənə üstünə gələcək və dayaq hərəkət aparatının ümumi kütləsi 300 olduğu üçün burada olan x-i də üstünə gələcək, eləyəcək 300. X də bərabərdir 60. Deməli, dayaq sisteminin kütləsini nə ilə işarə eləmişdik? X-la, o da elədir 60. Doğru cavabımız olacaq 60. Üçüncü sual. İnsanın gövdə skeleti bilir ki, gövdə skeletinə onurğa sütunu, qabırğalar və döş sümüyü aiddir və deyir ki, yalnız cüt sümüklərdən təşkil olunub. Qabırğalar cüt sümükdür, amma döş sümüyü və fəqərələr tək sümükdür. İki cür sümük iliyi olan sümüklərdən ibarətdir. Bilir ki, iki cür sümük iliyi olan sümüklər yalnız uzun boylu sümüklərdir. Deməli, bu da yanlışdır. Yalnız tək sümüklərdən təşkil olunub. Dedik ki, qabırğalar cüt sümükdür, götürə bilmirik. Yassı sümüklərlə birləşmə əmələ gətirir. Bu doğrudur. Çünki yastı sümüklərin onurğa sütunun yuxarı hissədən ənsə sümüyünə, aşağı hissədən çanağa birləşir ki, bunlar da yastı sümüklərdir. Deməli, doğru cavabımız olacaq D bəndi. Dördüncü sual. Heyvanların neçəsində bilavasitə atmosferdən aldığı oksigen qazı hüceyrələrinə qanla daşınır. Deməli, deyir ki, qanla daşınmayan həşəratlar da bunları çıxdıq. Və deyir ki, heyvanların neçəsində bilavasitə atmosferdən aldığı oksigen qazı. Bu da xərçəkdir. Xərçək də atmosferdən almır, suda həll olmuş oksigendən istifadə edirdi. Ona görə doğru cavabımız olacaq ikisində. Beşinci sual. Pitekantroplar qədim insanlara aiddir, yanlışdır. Qədim insana bənzər meymunlardır, yanlışdır. Əkinçiliklə məşğul olurdular, yanlışdır. Dəraltı çıxıntıya malik deyildilər. Bu doğru fikirdir. Altıncı sual. Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi refleks gözünün neçənci hissəsinə aiddir. Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi deməli, Seçenova görə baş beyin reflekslərinin ikinci hissəsi mərkəzdir. Refleks göstərində üçüncü hissəsi mərkəzdir. Refleks göstərinin birinci hissəsi reseptor, ikinci hissəsi hissim sinir rivi, üçüncü hissəsi mərkəz olduğuna görə burada doğru cavabımız olacaq D bəndi. 7-ci sual. Şəkildəki vəzlər haqqında hansı ifadə yanlışdır? Burada cənaltı və qulaq dibi vəzləri göstərilmişdir. Birinci ağızda olan vəzlərdir. Boşluq həzmində iştirak edirlər, doğrudur. Bizdən yanlışı soruşur. Sayıları cütdür, doğrudur. Bədən boşluğuna şirə ifraz edirlər, doğrudur. Zülalları parçalanıb permesintez edirlər. Bu yanlış fikirdir. 8-ci sual. Toxumlu qıcıların yox olduğu geoloji dövrdə toxumlu qıcılar triasda yox olublar. Həmin dövrdə də istiqanlıq meydana gəlib Y bəndi. 9-cu sual. Stigmaların sayı 20-dir. Qarıcıq buğumların sayını soruşur. Bilir ki, həşəratlarda deməli, hər buğumda 2 dənə stigma olur. Bir dənə öndəki buğum, o öndəki bir buğumda, bir də arxadakı buğumda stigma olmur və öndəki buğumda olduğuna görə bir dənə döş buğumunu çıxırıq. Yerdə qalan 2 dənə, döş buğumu da 3 dənə olur. O birinci buğumda stigma olmadığına görə onu çıxırıq. Yerdə qalan 2 dənə döş buğumunda stigma var. Ona görə də hər döş buğumda da 2 dənə stigma olduğu üçün 2-ni vururuq 2-yə. Yəni, burada 4 dənə stigma döş hissəsindədir. Və 20-dən də 4-ünü çıxırıq 16. Dedik ki, hər buğumda da 2 dənə stigma olduğuna görə 16-ın bölü 2 eləyir 8. Deməli, burada 8 dənə stigmaya malik buğum var. Bir dənə də dedik ki, sonda olan bir dənə buğumda stigma olmadığına görə bu da olur 9. Doğru cavabımız olacaq B bəndi.
10-cu sual. Qadının uşaqlıq borularında ovulyasiya baş verir. Xeyr, ovulyasiya yumurtalıqda baş verir. Cinsiyyət hormonları əmələ gəlir, yumurtalıqda əmələ gəlir. Yumurta üzəri tam yetişir. Bəli, bu doğru fikirdir. 11-ci sual. Diaqramda sağlam qidalanan bir insanın gündəlik enerji ehtiyacını ödəmək üçün istifadə etdiyi yağ, zülal və karbohidratların maksimum miqdarlarının nisbəti verilmişdir. Sxema əsasən doğru ifadələri müəyyən edin. Deməli, ən çox insana gündəlik 380-500 qram karbohidrat lazımdır. Deməli, Z burada karbohidratdır. 80-100 qram yağ lazımdır. Deməli, X yağdır, Y isə zülaldır. Deməli, gündəlik insana 85 qram zülal lazımdır. Sxema əsasən doğru ifadələri müəyyən edin. 1 qram, deməli 1 qram X maddəsi tam parçalandıqda ayrılan enerji eyni miqdarda Z maddəsinin tam parçalanmasından ayrılan enerjidən çoxdur. Deməli, Z burada yağdır. 1 qram yağ parçalananda 38,9 kilojul enerji ayrılır. Z isə burada karbohidratdır. Karbohidrat parçalandıqda isə 17,6 kilojul enerji ayrılır. Deməli, bu doğrudur. 2 dəfə çoxdur. Y maddəsinin monomeri amin turşulardır. Y zulaldır. Monomeri amin turşulardır. Doğrudur. Z maddəsinin tərkibinə gliserin və yağ turşuları daxildir. Z burada karbohidratdır. Bu yanlış fikirdir. Gliserin və yağ turşuları daxil deyil. X duru və bərk halda olan polimer maddədir. X yağdır. Yağ bərk halda da ola bilər. Duru halda da ola bilər. Amma yağlar polimer deyil. Ona görə də burada doğru cavabımız olacaq 1-2. 13-cü sual. Nümayəndələri atomlar birinci növ bioloji miqrasiyasını həyata keçirir. Deməli, bakteriyalar və göbələklər. Yebəndi. 13. Cədvəldə kəllələr yaram tipinə aid A və B canlılarının bəzi xüsusiyyətləri verilmişdir. Verilənlər əsasən hansı ifadə yanlışdır? A canlısı sabit bədən temperaturu var. Ürək kamilləri 4-dür. Düzünə inkişaf edir. Sidik hissəsi yoxdur. Deməli, bu olacaq quş. B canlısı sabit bədən temperaturu yoxdur. Ürək kameralarının sayı 3-dür. Dolayı inkişaf edir və sidik hissəsi var. Bu olacaq amfibi. Bizdən yanlışı soruşur. B canlısı klorkaya malik ola bilər. Doğrudur. B canlısı maylaması daxildir. Yanlışdır. B canlısı çürütməklə çoxalır və maylaması xaricidir. Deməli, doğru cavabımız B bəndə olacaq. 14-cü sual. Üzərində yarpaq olan zoğ kəsələrək göy rəngli mürəkkəblə rənglənmiş suya qoyulur. Bir neçə gün sonra zoğ məhluldan çıxarılır. Eninə və uzunluğuna kəsiyi müşahidə ediləndə aşağıdakı nəticə meydana çıxır. Görsək ki, su, təbii ki, o rəngi suyun içərisinə rəng qatılar ki, suyun hardan hərəkət edildiyini görə bilsinlər. Bu da su da harda? Su nədir? Qeyri-üzvü maddələr və demək ki, qeyri-üzvü maddələrin gövdənin hansı qatından hərəkət etdiyini müəyyənləşdirmək üçündür. Doğru cavabımız olacaq B bəndi. 15-ci sual. Arteriyalarında dövr edən qan növlərinin sayı, normal inkişaf etmiş göz qabaqlarının sayı, ürək boşluqlarında dövr edən qan növlərinin sayı. Deməli, birinci pişikdir, pişik məməlidir. İkinci qurbağadır, qurbağa amfibidir. Üçüncü quşdur, quş quşlar sinifinə aiddir. Deməli, birinciyə baxaq. Arteriyalarında dövr edən qan növlərinin sayı quşlarda da 2 dənədir. Məməlilərdə də 2 dənədir. Amma suda qurda yaşayan, yəni qurbağalarda 3 dənədir. Normal inkişaf etmiş göz qabaqlarının sayı bu quşlarla məməlilərdə, quşlarda deməli 3 göz qapağı olur. Məməlilərdə isə 2 göz qapağı olur. Suda qurda yaşayanlarda 3 göz qapağı olur. Deməli, göz qabaqlarının sayını görür də yenə də qurbağa çox oldu. Ürək boşluqlarında dövr edən qan növlərinin sayı, ürək boşluğunda dövr edən qan növlərinin sayı ən çox olacaq qurbağada. Ona görə də burada ən çox olacaq 2, sonra 3 ilə bir də bir-birinə bərabər kimi götürə bilərik. Doğru cavabımız olacaq deməli D bəndi. Deməli, 16-cı. Həm göbələyin, həm də virusun törətdiyi xəstəlikdir. Angina bakteriyanın törətdiyi xəstəlikdir. Mikoz göbələklərin törətdiyi xəstəlikdir. Ekzemanı göbələklər törədir. Faringiti göbələklər, bakteriyalar, deməli, bakteriyalar və viruslar törədir. Dəmrovu isə göbələklər və viruslar törədir. 17. Hansı ifadə doğru deyil? İnsan asqardı normal həyat fəaliyyəti zamanı insanın deməli 17-ci sual. Hansı ifadə doğru deyil? İnsan asqardı normal həyat dövrəsi zamanı insanın
deməli hansı hissəsində olmaz? Ağciyər arteriyasında ola bilər, aşağı boş vena damarlarında ola bilər, amma ağciyər venasında ola bilməz. Niyə? Çünki biz bilirik ki, insan asqardı qanla gedir ağciyərə, amma ağciyərdən təzədən ağciyər venasına ürəyə qayıtmır. Öskürək yaradıb gəlir ağzı udqunduğumuz zaman gedir həzm sisteminə. Deməli, ağciyər venasında ola bilməz. 18-ci sual. Şəkildə mitoz bölünmənin müəyyən bir fazası göstərilmişdir. Bu canlının qamətində neçə autosom, xromosom olar? Deməli, bu anafaza mərhələsidir. Anafaza mərhələsində 4N bərabərdir 8 dənə xromosom olduğunu görürük. 2N bərabərdir 4. Deməli, bunun diploid xromosom sayı 4-dür. Qamətdə də 2 dənə xromosom düşür və bunun biri cinsi xromosomdursa, deməli, biri də autosom xromosom olacaq. Doğru cavabımız olacaq D bəndi. Və 19-cu sual. Amerika alimi Barbara McClinton ilk dəfə xromosom xəritəsini tərtib etdiyi bitkinin seleksiyasında uğur qazanan alim və bilirik ki, Barbara McClinton qarğıdalının deməli xromosom xəritəsini yaratmışdı və qarğıdalının seleksiyasında məşğul olan alim də Xadinov olmuşdu. D bəndi. 20-ci sual. Orta nisbi molekul kütləsi 360.000 olan DNT molekulunda 400 sitozinli nukleot varsa, bu molekulu maksimum neçə nukleotit 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edər. Deməli, birinci biz burada nukleotit sayını tapmalıyıq. 360.000-i bölürük 300-ə. O elədi 1200. Deməli, yazırıq adenin, timin, guanin, sitozin. Sitozinin sayı 400-dürsə, deməli guanin də sayı 400-dür. Ümumi nukleotitlərin sayından 800, yəni 400-400-ü çıxırıq. Yerdə qalır 400. O da eləyir 200-ü adenin, 200-ü də timin. Və biz bilirik ki, adeninlə timin başda olduğu zaman bir adenin, yəni və yaxud da ki, bir timin başda DNT molekulunda başda olduğu zaman 3 dənə hidrogen rabitə, 3 dənə rabitə ilə birləşir. Ortada olduğu zaman 4 dənə rabitə ilə birləşir. Amma guaninlə sitozin ortada olduğu zaman 5 dənə rabitə ilə birləşir. Başda olduğu zaman 2 dənə, deməli 4 dənə rabitə ilə birləşir. Ona görə də biz maksimum alınsın deyə sitozinlə guanini başda və sonda olduğu zaman 4 dənə rabitə ilə birləşir guanin və sitozin. Sitozinlə guanini başda və sonda götürək. Adenin timi də ortada götürək. Yəni, bütün adenin timin hamısı ortada olsun ki, maksimum burada 4 dənə rabitə əmələ gətirən nukleotit olsun. Adenin timin cəmi 400-dür və yuxarıda və aşağıda olanlarda sitozinlə guanin hərəsi bir dənə, yəni hərəsinə 2 dənə, 2 dənə sitozin, 2 dənə guanin, 4 dənə. Deməli, 400-ün də üstünə 4 gəlir, 404. 20-ci sual. İnsanda arı neyronların cisimləri yerləşir. Deməli, arı neyronların cisimləri yerləşir baş beyninin boz maddəsində, bir də onurğa beyninin boz maddəsində. Doğru cavabımız olacaq, deməli, A bəndi. 22. Hansı rəqəmlə verilən yosunlar dəniz və okeanın 200 metr və daha çox dərinliyində yaşaya bilər? Bu qırmızı yosunlardır. 1, 3 və 5. Doğru cavabımız Y bəndi. 23. Yumurta hüceyrəsində Y cinsiyyət xromosomu ola bilər. Yumurta hüceyrəsində Y cinsiyyət xromosomu olanlar deməli, dişi heterogametliyə malik olanlardır. Bunlar quşlar, sürünənlər və kəpənək. Yəni, toyuq, ilan və kəpənək. 24. Erkək qışının cinsi nəsli spordan başlanğıc alır. Cinsi nəsli protaldır. Protal da spordan başlanğıc alır. Düzdür. Yetkin fərdi üzərində qamət əmələ gəlir. Bu yanlışdır. Yetkin fərdi sporofit nəsildir və üzərində sporlar əmələ gəlir. Yerüstü gövdəsində spiravalə burulmuş yarpaqlar inkişaf edir. Ümumiyyətlə, bu yerüstü gövdəsini gördükdə bunu yanlış götürürük. Çünki yerüstü gövdəsi olmur. Kök sisteminə əlavə və yan köklər daxildir. Bu da doğrudur. Yetkin fərdinin yarpaqlarının alt hissəsində sporangiyalar inkişaf edir. Doğrudur. Deməli, 1, 4 və 5. 25-ci sual. Təsvir olunan metamorfoz prosesində burada deməli qurbağanın metamorfozudur. Yəni çömçəquyruqdan qurbağanın əmələ gəlmə prosesidir. Çömçəquyruq bilir ki, balığın xüsusiyyətlərini daşıyır. İnkişaf edib qurbağa çevrildiyi zaman balığın xüsusiyyətlərindən çıxır, belə deyək də, qurbağanın xüsusiyyətlərini əldə etməyə başlayır. İndi baxaq, hiss orqanlarının müxtəlifliyi artır. Hiss orqanlarının müxtəlifliyi artmır, əksinə azalır. Çünki çömçəquyruqda əlavə olaraq balığa oxşar olaraq yanxud orqanı var idi, amma qurbağada artıq bu itdi. Deməli, artmır, əksinə azalır. Bu yanlışdır. Ürək mədəciklərinin sayı artır, əksinə dəyişmir.
Yəni çömçəquruqda bir qulaqcıq, bir mədəcik vardı, qurbağada iki qulaqcıq, bir mədəcik oldu. Bu da yanlışdır. Qan dövranının sayı artır. Bəli, çömçəquruğun bir qan dövranı var idi, qurbağada iki qan dövranı oldu. Deməli 3 doğrudur. Barmaqlı ətrafların sayı artır, doğrudur. Burun dərişlərin funksiyası artır, doğrudur. Ürək boşluğunda olan qan növlərinin sayı azalmır, əksinə artır. 26-cı sual. Badımcan bitkisinin çiçək düsturuna əsasən çiçəyi əmələ gətirən bitki hissələrinin sayları cəmi bitki olma hissələrinin saylarının cəmindən 8 ədəd çoxdur. Hər bir çiçəkdə rüşem hissələri əmələ gələn zaman 63 hüceyrə mitoz bölünməyə məruz qalarsa, müəllimədə bilavasitə iştirak edən qametlərin maksimum sayını hesablayın. Burada elə çiçək düsturu yazılıb K5, E5, Y5, D1, amma bunlar bitişikdir. Yəni ləçəklər, kəsə yarpağı və elçəkçiklər bitişikdir. Deməli 3 dənə struktur bitişikdir, bir dənə struktur sərbəstdir. Yəni bir çiçəkdə 3 struktur bitişik, bir struktur sərbəstdir. Yəni fərq bunlar arasında fərq 2-dir. Yəni bir çiçəkdə fərq 2-dirsə, 8 dənə fərq varsa, deməli burada 4 dənə çiçək var. Və 63 hüceyrə mitoz bölməyə məruz qalır. Biz də bilirik ki, ikiqat müayinləmə zamanı rüşem hissəsində 7 mitoz bölmə baş verir. 63-ü bölürük 7 edir 9. Deməli burada 9-dur. Hər çiçəkdə 9 dənə toxum əmələ gəlib. 4 dənə çiçək var, hərisinə 9 dənə toxum əmələ gəldiyi üçün 4-ü vururuq, 9 edir 36. Və müayinləmədə bilavasitə iştirak edən qametlərin maksimum sayını hesablayın. 36 dənə deməli toxum əmələ gəlib. Hər toxumun əmələ gəlməsində də 3 dənə qamət iştirak elədiyinə görə 36 vurğuca eləyir 108. 27-ci sual. Uyğunluğu müəyyən edin. Növləri zülal və nuklein turşularının tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Deməli, bu olacaq biokimyəvi kriteri, yəni 1-i yazırıq C. Növlərin müəyyən ekoloji mühit şəraitində yaşamasına əsaslanır. Yəni bu olacaq ekoloji kriteri Y. Növləri xarici və daxili quruluşunda olan fərqlərə görə müəyyən edilir. Bu da olacaq morfoloji kriteri, yəni D. Situasiyaya baxırıq. Eukaryot orqanizmlərdə amin turşularının genetik kod cədvəli verilib. Cədvələ əsasən daha çox sayda tripletlə kodlaşdırılan amin turşularının saylarını yazın. Burada elə işarə olunub. Daha çox tripletlə kodlaşdırılan amin turşular leysin 6 dənə, arginin 6 dənə, serin 6 dənə. 29. Cədvəldə minus ilə işarə olmuş xanaya uyğun gələn DNT və RNT tripletlərin funksiyalarını yazın. Bilir ki, ona görə minusla işarə olunub ki, bunlar stop kodonlardır. DNT-də olacaq, deməli, RNT-də olacaq, RNT-də urasil adenin, urasil adenin, guanin, urasil guanin, adenin. DNT-də də olacaq bunların komplementarı. Yəni adenin, timin, adenin, timin, sitozin, adenin, sitozin, timin. Funksiyalarda zülal biosintezinin başa çatdığını bildirməkdir. Cədvəli tamamlayın. Deməli, əksər zülal zəncirlərinin əvvəlində yerləşən amin turşuların DNT kodu, RNT kodu. Əvvəlində yerləşən amin turşularında adenin, urasil, guanindir və bu RNT kodudur. DNT kodu da bunun komplementarı, yəni timin, adenin, sitozin. İzah bu qədər şagirdlər, hər biriniz uğurlar, sağ olun.